Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-də siyasi reaksiyada hamınızı salamlayıram və öncədən xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız. Biz bugün gündəmin müzakirə edilən mövzularını müzakirə edəcəyik. Siyasi analitik Elçin Aloğlu ilə. Hər vaxtınız xeyir Elçin müəllim, xoş gəlmisiniz. Salamlayıram sizi. Salam. Öncə istəyərdim İsrailin Xarici İşlər Nazirinin Bakı səfərindən başlayaq. Cənab Prezident də onu qəbul etdi. İsrail-Azərbaycan əlaqələri hal-hazırda hansı istiqamətdə davam edir? İsraillə Azərbaycanla olan münasibətləri dünən sırağa günü və yaxud da bir il bundan qabaq formalaşmayıb. Çox əsrlik və hətta çox minillik bizim Yahudi xalqından dostluq və qardaşlıq münasibətlərimiz var. Amma indiki diskursdan baxdıqda İsrail və Bakı arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Sir deyil ki, İsrail yaxın şərqdə hegemon olmasa da subhegemon rolunu oynamağa çalışır və özünə təhlükə sayındığı bir çox çağırışları dəf etmək niyyətindədir. Bu çağırışlar arasında İbrahim sazişinin, Abraham Accords'un imzalanması ilə bağlı proseslərin düzgün məcrada inkişafı üçün edilən səylər var. Ərəb ölkələrində münasibətlərin yaxşılaşdırılması var. Müsəlman dünyası ilə münasibətlərin yenidən qurulması var və ən ələlxüsusda İranla problemin həlli var. İran-İsrail münasibətlərinin indiki vəziyyəti açıq-aşkar müharibə vəziyyətidir və İran ətrafındakı ölkələr arasında 3 ölkə İranda olan hadisələrin müharibə müstəvisinə keçməsini istəmir. Bunlar Türkiyədir, Azərbaycandır və Ermənistandır. Yerdə qalan İranın qonşularının istisnasız olaraq hamısında ABŞ-ın bu və digər formada və İsrailin də müəyyən formalarda təsiri var. İsrail Xarici Siyasət İdarəsinin rəhbəri radikal, millətçi və İsrailçilik ideyasının daşıyıcılarından biridir. Biraz da siyonizm ideyalar var, amma İsrail indiki hökumətində o nisbətən və qismən mülayim figurlar arasındadır. Cənab Sarın Bakıdakı görüşlərində yerli Yahudi icmasının nümayəndələri ilə, daha sonra Cənab Prezidentlə, daha sonra Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşlərində bir məsələ əsas leitmotividir. İranla mövcud gərginlik və böhran vəziyyətində Azərbaycan hansı mövqeyini tutacaq? Bizim mövqeyimiz məlumdur, dəyişməyib. Azərbaycan mövqeyindən ibarətdir ki, İranla mövcud problem silahlı yox, dinc danışıqlar yolu ilə həll olunmalıdır. Bu birinci məsələdir. İkinci məsələ, biz yaxın şərqdə bütün məsələlərdə istisnasız olaraq bütün problemlərin fövqündə biz Türkiyə ilə yanaşıyıq. Bu, İsrail münasibətlərdə xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. İsraildə narahat edən, qayğılandıran budur. Məsələ burasındadır ki, Azərbaycan və İsrail strateji tərəfdaş, müttəfiq və dost ölkələrdir. Amma Türkiyə ilə İsrail münasibətləri az qala açıq qarşıdurma səviyyəsindədir. Suriyadakı vəziyyət bu qarşıdurmanı xüsusilə kəskinləşdirdi. Orada söhbət nədən gedir? Bəli. İşi terror təşkilatı ilə mübarizədə, yerdə, yəni torpaqda mübarizə aparan qüvvə qismində İsrail və ABŞ Kürdləri seçmişdilər. O vaxtları PKK-nın rəhbərləri Murad Karayılan və Bahoz Ərdal'la danışıqlar aparıldı. Nəticədə qərara alındı ki, Suriyanın şimalında Bin Əhmədiyyədən tutmuş Əl-Qamışlıya qədər, yəni Əyn-Əl-Ərəb şəhərinə qədər olan uzun bir məsafədə yeni Kürd təşkilatları formalaşsın. Bunlar PYD, YPJ, JPY və digər 12 təşkilatıdır. Daha sonra bunlar Suriya Demokratik Qüvvələr Alyansında, SDF-də birləşdilər və o SDF-in təxminən 76% heyətinin Kürdlər idilər. Məqsəd işidə qarşı mübarizə aparmaqdır və ABŞ hər il Kürdlərə orta hesabla 560-750 milyon dollar pul verirdi. Və həmən SDF-in rəhbəri Məzlum Əbdi özünü yerli Kürdlərin rəhbəri elan etdi və onunla Kürdlərin siyasi qanadı, İsrailin kreaturası olan Salih Müslim arasında açıq qarşıdurma başlandı. Dediyim kimi, söhbət 100 milyon dollarlı puldan gedirdi. Və ondan sonra SDF faktiki olaraq ərəblərin və Azərbaycanlıların yaşadıkları torpaqları işğal etdi. Söhbət Bayır-Bucaq bölgəsindən tutmuş
Əyn əl-Ərəb şəhərinə qədərdir. Kürdlər ona Kobani deyirlər. Və nəticədə Suriya bölündü. Fərat çayının nəinki qərb hissəsi, həmçinin şərqi, Deyr əz-Zor, Həsəkə bölgələri, Suriyanın ən zəngin neft, qaz yataqları, içməli su mənbələri, su bəndləri, körpülər hamısı kürdlərin nəzarətinə keçdi. Və iş o yerə çatdı ki, Hələb şəhərində Şəfiyyə və Mahmudiyyə kimi böyük məhəllələr, böyük sub regionlar Kürdlərin nəzarətinə keçdi və İsrail sürəkli olaraq Kürdləri maliyyələşdirirdi, indi də maliyyələşdirir, silahlandırırdı, indi də silahlandırır və sonra İsrail qərara gəldi ki, Əhməd Əş-Şəra hakimiyyəti gələndən sonra onu devirsin və Suriya parçalansın. Çünki İsrailin planlarında vahid Suriya yoxdur. İsrailin planlarında vahid İran yoxdur. İsrailə marağı parçalanmış, qan gölündə boğulan, vətəndaş müharibəsi altında inləyən bir Suriyadır. Məhz bu səbəbdən İsrail işğal etdiyi Holan təpələrindən irəliləyərək dərzilərin, bizim mediada ona druzlar deyirlər, dərzilərin yaşadıkları bölgələri tam ələ keçirdi və dərziləri silahlandırdı, Şəra hakimiyyətinə qarşı qaldırdı, qardaş qırğını yaratdı Suriyada və paytaxt Dəməşqin 25 kilometrliyinə qədər irəlilədi. Məqsəd Türkiyəni Suriyadan ümumiyyətlə çıxartmaq, Əhməd Əş-Şəranı devirmək və İsrailin marioneti olan şəxsləri hakimiyyətə gətirməkdir. Türkiyə də buna imkan vermədi. Bu qarşıdurmada biz Türkiyənin yanında olmuşuq və olmağa da davam edəcəyik. Çünki Türkiyə ilə biz o sadəcə bir söz deyil, bir millət, iki dövlət. Biz gerçəkdən də eləyik. Təbii ki, bu Azərbaycanla İsrail arasında müəyyən anlaşılmazlıqlar yaratdı. Biz tərəfdən yox. İsrail bizdən gözləntiləri, ifrat gözləntilər nümayiş etdirdi. Psixologiyada belə bir anlayış var, ifrat gözlənti sindromu. Məsələn, adam deyir, mən uça bilərəm. Uça bilməyəndə də pessimizmə qapılır ki, mən niyə beləyəm? Var bizdə, məsələn, bəzi siyasətçilərimiz var Azərbaycanda ki, özlərini siyasətçi sayırlar və sonra deyirlər, xalq məni niyə sevmir? Çünki ifrat gözlənti var. Başa düşmür ki, bu sevilməyə layiq adam deyil. Bəli. İndi Elçin müəllim, üzr istəyirəm. The Washington Post bir məqalə dərc edib, məqalədən bir çıxarışı sizin diqqətinizə çatdırım, elə bu məsələ ilə bağlıdır. Deyir ki, Donald Trump İranı dağıtmazdan əvvəl etnik problemləri nəzərə almalıdır. Burada əsas məsələ İran türkləri ilə bağlıdır. İranda 1979-cu il inqilabı yaşananda Azərbaycan Sovet İttifaqının daxilində qapalı halda idi. Müstəqillikdən sonra da Ermənistanla müharibəyə cəlb olunmuş zəif bir ölkə olaraq qalırdı və İranın daxili balansında böyük rol oynamırdı. Amma bugün Azərbaycan NATO standartlarına uyğun ordusu olan Türkiyə ilə dərin əlaqələrə və İsraillə sıx təhlükəsizlik tərəfdaşlığına malik yüksələn regional gücdür. İranda zoraki daxili münaqişə senarisində Azərbaycan çox güman Türkiyənin dəstəyi ilə öz soydaşlarını qorumaq üçün müdaxilə etməyə məcbur olacaq. Bu, rəsmi The Washington Postdan tərcümə olunmuş bir hissə idi. Bunu diqqətinizə çatdırdım. Bu haqda istəyərdim fikirlərinizi alım. Hər halda bu məqalə də elə belə yazılmır. Mən düşünmürəm ki, bizim verilişi bu dəqiqə Washington Postun redaksiyasında baxırlar. Təbii ki, mən onu demədim. Mən oradan, bəli. Gerçi baxırlarsa mən demək istəyirəm. Hey, you board members of Washington Post. You really believed your foolish and stupid lies about Azerbaijan-Iran relations is the true? Tərcüməsi budur ki, bildiniz nə dedi? Və tamaşaçılarım üçün tərcüməsi budur ki, Washington Post cənab Trump düz deyir, geri zəkalı və axmaq bir yalan yayıb. Bu fake'dir. Bu məqalə böyük məqalədir. Dünya, Allah qoymasa İranda müharibə olsa və Allah qoymasa Azərbaycan İrana qoşun yeridəcək. Bu, bunların nəm xəyallarıdır. Yəni, aş toyuq yuxusunda dar görən kimi
lənətə gəlmiş bu demokratların Washington Postu da yatıb yuxusunda bunu görür ki, biz İrana qoşun yeridəcəyik. Olmayacaq bu. Hətta respublikaçılar da bunu arzulasalar, bu da olmayacaq. Biz İrandakı müharibəyə heç bir halda qatılmaq niyyətində deyilik. Washington Post bunu tamamilə bir fake-dir. Özü də bugün dərc olunmayıb. 3 gün bundan qabaq dərc olunub bu xəbər. Və bununla bağlı mən elə ingilis dilində o vaxt cavab yazdım bunlara. Düşünmürdüm dərc eləyərlər, amma yazdılar ki, dərc eləyəcəyik, hələ gözləyirəm. Opinion bölməsində düşünürəm ki, dərc eləsinlər. Məsələ burasındadır ki, bizi bu dəqiqə Qərb var gücü ilə qarşıdurmalara cəlb etmək istəyir. Əvvəl istədilər Ukraynada qarşıdurmaya cəlb eləyərlər. Daha sonra istədilər Moldova məsələsində, daha sonra Gürcüstan məsələsində, daha sonra İran məsələsi, Suriya məsələsi. Amma Azərbaycan bunu etmir. Azərbaycan nə edir? Suriyada yaşayan bizim soydaşlarımızın taleyi heç bir halda İraqdakı soydaşlarımızın taleyini təkrarlamamalıydı. Bildiyiniz olsun ki, İraqdakı Azərbaycanlıların vahid siyasi təşkilatları olmadığı üçün, son parlament seçkilərini 7 təşkilatda getdikləri üçün nəzərdə tutulan sayda mandat əldə edə bilmədilər. İraqdakı parlament seçkilərində İran qalib gəldi. İranın maliyyələşdirdiyi və idarə etdiyi Həşd-i Şəbidir, Cündül Mehdidir və digər Xatayib Hizbullahdır və digərlərdir. Bunlar parlamenti faktiki olaraq ələ keçiriblər. Elə Xatayib Hizbullahla Həşd Şəbi faktiki olaraq parlamentin aşağı-yuxarı 40%-də fraksiyalarla bir yerdə nəzarət edirlər. İran Kürdləri parçalamağı bacardı. Süleymaniyyə şəhərində Tələbaninin rəhbəri etdiyi siyasi təşkilatı bütünlüklə nəzarət altına alıb bu dəqiqə. Bu dəqiqə İraqdakı Kürdlər 2 yerə bölünürlər. Bir tərəfdə Məsud Bərzaninin və Ərbilin rəhbəri etdiyi, idarə etdiyi Kürdlərdir. Digər tərəfdə isə Süleymaniyyə və Tələbani tərəfdarlardır. Və orada Azərbaycanlılar faktiki olaraq siyasi proseslərin farvaterində qaldılar. Radiusdan kənarda qaldılar. Biz bunu Suriyada imkan verə bilməzdik. Çünki Suriyada SDF, Məzlum Abdi, Saleh Müslim və digərləri desələr ki, biz demokrat deyirlər. Biləsiniz ki, Məzlum Abdi PKK-nın lideri Abdullah Öcalanın oğulluğudur. Onun qucağında böyüyüb. O özünü ata sayır onu. Və Bahoz Ardaldı, İlham Əhməddi və digərləridir. Bunlar hamısı PKK mənsublarıdır. Qərbli analitiklər, mənim tərəfdaşlarım, həmkarlarım bir söhbətdə, burada Bakıda da, xaricdə də deyirlər ki, bunlar ayrıdır. Amma mən onlara çox sadə sual verirəm. Ekranlarda, sosial şəbəkələrdə yayılan video kadrlara baxsınlar bir də. Baxsınlar ki, SDF-in qərargahlarında, otaqları ələ keçiriləndə orada kimin portretidir? Abdullah Öcalanın portretidir. Həmən bu gözlərini demokrat adlandıran təşkilatlar faktiki olaraq PKK-nın Suriyadakı uzantısıdır, terrorçudurlar. Onların da qarşısında duran məqsədlərdən biri Suriyanın şimalında yaşayan Azərbaycanlıların kökünü kəsməkdir, soyqırım etməkdir, axırına çıxmaqdır soydaşlarımızın. Biz buna yol verə bilməzdik. Sağ olsun Türkiyə, qardaşımız, can Türkiyəmiz. Orada vəziyyəti nəzarət altına alandan sonra, Rojava bölgəsinin yaranmasına imkan verməyəndən sonra, İraqdan Aralıq dənizinə qədər uzanan böyük dırnaqarası Kürdistanın ilkin formatı olan Rojava bölgəsi ki var, Türkiyə sərhədləri boyunca gedirdi, buna imkan vermədi. Və bundan sonra Azərbaycan Suriya ilə, Əhməd Şəra hakimiyyəti ilə biz münasibətlərimizi qurduq. Azərbaycanın orada Dəməşqdə səfirliyi açıldı, ticari-iqtisadi anlaşmalar imzalandı, Suriyanın təbii qazla təminatı problemini Azərbaycan həll etdi və s. və s. Bu məsələnin görünən tərəfləridir. Görünməyən tərəfləri budur ki, İran məsələsində biz nə etməliyik? İranda nələr olacaq? Bəli, bax, əsas məsələ budur ki, buradan müzakirə edək. Tamam. Orada bizim soydaşlarımız var, onların taleyinə də biganə qalmamalıyıq deyə düşünürəm. İranda yaşayan soydaşlarımızın birinci sayı ilə bağlı gəlin məsələyə aydınlıq gətirək. Qərb mediası inadla bildirir ki, İran əhalisinin 23% Azərbaycanlılardan ibarətdir. Elə deyil. İlkin hesablamalara görə və analitik şərhlərə görə və analitiklərin hesablamalarına görə İranda etno bölümdə təxminən 42% Azərbaycanlıdır, 43% farslardır. Yerdə qalanlar isə bəluclar, ərəblər, türkmənlər, kürdlər, yahudilər, gürcülər və digərlərdir. Azərbaycan, Türkiyə və ABŞ İranın bölünməsini istəmir.
ABŞ heç vaxt imkan verməyəcək ki, İran parçalansın. Ona görə İranda ikinci Azərbaycan dövlətinin yaranmasını mən istəyirəm. Amma bu yaxın 10 illiklər ərzində mümkün deyil. Buna imkan verməyəcəklər. Biz Kürdlərin səhvini təkrarlamamalıyıq. Kürdlərə Qərb sürəkli olaraq müstəqil dövlət adından vədlər verib və həmişə onlardan istifadə edib, istifadə müddəti bitdikdə bir kənara atıb. ABŞ prezidenti Donald Trump'ın yaxın şərq üzrə daimi nümayəndəsi cənab Tom Barak bu günlərdə bildirdi ki, Kürdlərə biz heç vaxt deməmişik ki, sizə dövlət verəcəyik, heç vaxt deməmişik sizə həmişə dəstəkləyəcəyik. Siz bizə IŞİD üçün lazım idiniz, mübarizə üçün. IŞİDlə mübarizə bitdi, sizlə də işimiz bitdi. Trump'ın özü Ağ Evdə keçirdiyi mətbuat konferansında Kürdlərin Rudav telekanalının jurnalistinin sualını cavablayarkən bildirdi ki, bəli, biz Kürdlərlə birlikdə vuruşmuşuq, amma bu müharibədən Kürdlər də faydalanmır. Neftdən, qazdan, puldan bizim üçün vuruşmayıblar, özləri üçün vuruşublar. Mən Kürdləri çox sevirəm, amma Kürdlər bizim situativ müttəfiqimizdir, idi. Bununla da problem həll olur. Bu işdə cənab Erdoğan'ın gördüyü iş fenomenaldır. Titanik bir iş gördü. Bilirsiniz ki, Türkiyədə Kürd məsələsinin antiterror həlli bu günlərdə start götürür. Bu işdə Dem Parti və əslən Kürd olan siyasətçilər ki var, onlar deyirlər, biz Türkük, amma Türk deyirlər, Kürdlər. Türkiyə parlamentində də bunlar var, Türk siyasi palitrasında da bunlar var, Türk mediasında da bunlar var. Bunların heç biri İranla bağlı açıqlama vermədilər. Verən də deyirlər. Bunların heç biri Suriyada Əhməd Şara hakimiyyətini dəstəkləmirlər və dəstək mesajları da vermədilər. Bunlar susurlar. Nə Azərbaycan haqqında danışırlar, nə başqa bir məsələ haqqında. Amma Suriyada Kürd terrorçuların bu cür ağır məğlubiyyətə uğraması Türkiyədə dırnaqarası Kürd probleminin həllində Ankaranın mövqelərini xeyli gücləndirib. Və bu baxımdan da Erdoğan'ın yürütdüyü siyasət gerçəkdən də dərsliklərə düşəsi bir siyasətidir. İran Azərbaycanına qayıdıram. Azərbaycanlıların sayı orada 35 milyondan az deyil. Bu say məsələ. İkincisi, İrana zərbələr endirməyə hazırlaşırlar. Faktiki olaraq 216 təyyarə arasında qırıcı bombardmançı, nəqliyyat təyyarəsi, lokasiya, radio mübarizə, radio müharibə və s. sadalamaq istəməzdim. Ehtiyac varsa sadalaya bilərəm. Bunların hamısı İrana zərbə üçün nəzərdə tutulub. İrana zərbədə Qətər, Oman, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq ərazisindən istifadə ediləcək. Azərbaycan və Türkiyə ərazisindən istifadə edilməyəcək, çünki biz buna icazə verməmişik. Sual yaranır. Bu zərbələr İranda hakimiyyəti dəyişə bilərmi? Bir mənalı olaraq yox. Dəyişməyəcək deyirsiniz. Qətiyyən, mümkün deyil. Zərbələr nəticəsində birincisi ABŞ-ın, hələ İsraili demirəm, ABŞ-ın İrana sürəkli bir ay ərzində davamlı olaraq aviazərbələr endirmək potensialı yoxdur. Sözdə var, işdə yoxdur. İkincisi, bəli, İranın hava hücumundan müdafiə sistemi, radio müharibə, ilkin elektron xəbər alma, elektron xəbər vermə, radio müşahidə, peyling və digər sistemləri iflic olub. 12 günlük müharibədə İsrail Hərbi Hava Qüvvələri İran səmasında tam hakim idilər. Nə istəyirdilər, edirdilər. Hər an istəyirdilər, bombalayırdılar. Və İran hakimiyyət dairələrinin, generallarının gələcəkləri varsa görəcəkləri var, göstərəcəyi ilkin zərbəni biz endirəcəyik, bu hamısı ritorikadır. Boş sözlərdir. ABŞ və İsrail İranda istədikləri adamı, istədikləri hədəfi, istədikləri obyekti vurmaq qabiliyyətindədir. Bu qədər bəsit. Amma bu zərbələr İranda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq ona görə ki, birincisi, hakimiyyət elitalar arasında kəskin mübarizə lazımdır. Yoxdur bu İranda. İranda hakimiyyət elitaları bu dəqiqə birləşiblər. Mühafizəkarlar, karqaranlar, kamqaranlar, islahatçılar, bu hamısı uydurmadır. İran hakimiyyətində nə islahatçı var, nə mühafizəkar var, yoxdur. Bəs nə var? İndi deyəcəm onu. İkincisi, hakimiyyətin dəyişməsi üçün İranda ordunun xalqın tərəfinə keçməsi lazımdır. İranda ordu hər an xalqın tərəfinə keçə bilər. Amma İranda əsas ordu deyil. İran Müdafiə Nazirliyi, İran Silahlı Qüvvələri büdcə ayırmalarında 3-cü yerdədir. Birinci yerdə İran İslam İnqilabçıları Keşiklər Pəzdarandır. Səpah Pəzdaran İnqilab-ı İslami. İkinci yerdə Bəsicdir. Üçüncü yerdə ordudur.
İran hərbi hava qüvvələri, aerokosmik qüvvələri, raket qüvvələri, kəşfiyyatı, hərbi maliyyəsi bütünlüklə Sepahın nəzarətindədir. Sepah dövlət içində dövlətdir. İran iqtisadiyyatının 40%-ni Sepah nəzarət edir. Və Sepah hakimiyyətə qarşı deyil. 220 min nəfərlik bir qüvvə hakimiyyətə qarşı deyilsə, o hakimiyyəti siz necə devirə bilərsiniz? O İran hakimiyyəti isə orduya güvənmir. Ordu çünki hər inqilab olanda xalqın tərəfinə keçib. Mehabat hadisələrində də belə olub, Təbriz hadisələrində, Mərənd hadisələrində, 78-ci ildə də belə olub, 79-da da belə olub və indi də xalqa atəş açanların əksəriyyəti orada Sepah və bəsiclərdir, ordu deyil. Bəli, xəbərlər yayılır ki, hər iki tərəf bu yeri gəlmişkən, bu arada həm İran hakimiyyəti, həm ABŞ-da olan dırnaqarası müxalifət yalan tirajlamaqla, belə Washington Post bax, bu dezinformasiya kimi yayırlar. Üçüncüsü, İranda hakimiyyət dəyişikliyi üçün hakimiyyətə real alternativ olan xarizmatik şəxs lazımdır ki, bunu devirdik, bunu gətiririk. Və xalq o şəxsə inanmalı, sevməli və onun uğrunda ölümə getməlidir. Yoxdur elə şəxs. Rıza Şah Pəhləvidir. Rıza Şah Pəhləvi mənim üçün, mən hər yerdə deyirəm, bir qədər sərsəm, təlxək və kloundur. Bu Şahın oğlunu deyirsiniz də. Hə də Şahın oğlu, Şahzadə Rıza Şah Pəhləvi. Bu adam Azərbaycanlılara nifrət edir. Hə, Pəhləviçilər, Pəhləvişünaslar, Azərbaycanda da var belələri. Yox, onun anası Azərbaycanlıdır. Bəli, bax bu fikirlər deyilir. Hə, Fərəh Pəhləvi Azərbaycanlıdır, razıyam. Bəs Xamneyi kimdir? Xamneyi də Azərbaycan. Xamneyi də Xəmnə kəndindəndir də. Bəli. Xamneyi Xəmnə kəndindəndir. Və Azərbaycanlı olmağına rəğmən Azərbaycanlılara divan tutur. Bəli. Məsələ budur. Mən sidq ürəkdən istəyirəm ki, İranda hakimiyyət dəyişsin. Bu klerikal mollokratiya getməlidir. Bu hakimiyyətdə qalmamalıdır. Amma əvəzinə kim gələcək? Rıza Şah Pəhləvi, onun görbagör babası adi Kazakların mehdəri idi. Bəli. Mehdar olandan sonra onu gətirdilər, Qacar xanədanını devirdilər. Bu adamı 25-ci ildə gətirib şah qayırdılar. Və ondan sonra da onun ailəsi qəsb etdiyi taxta oturdu və dedi biz şahıq. Bu heç görbagör babası qədər də ağla malik olmayan bir adamdır. 65 yaşı var, 65 illik ömrünün 46 il İrandan kənarda yaşayıb. İran siyasi müstəvisinə, siyasi mühitinə qətiyyən bələd deyil və onu indi şişirdi. Bu bir şişirdilmiş media persondur. Vaxtilə Azərbaycanda da narıncı inqilablar zamanında Rusiyada bir çox personları şişirdirdilər ki, Azərbaycanın xilaskarlarıdır. Amma şişirdilmiş sabun köpüydü. Xalq da buna inanmır. Və bu hakimiyyət həm də ona görə dəyişməyəcək ki, Azərbaycanlılar bu hakimiyyət dəyişikliyini istəyir, amma bu marionetkaların arxasınca getmir. Son etiraz aksiyalarında Azərbaycanlılar kütləvi şəkildə iştirak etmədilər. İran International telekanalı xəbər yayır. İran International xəbər kanalının yaydığı xəbərlərin 90% dezinformasiyadır. Çünki bu telekanal Londonda yerləşir. Bu telekanalı maliyyələşdirən Səudiyyə Ərəbistanının kralı Məhəmməd bin Salmandır və bu təşkilata nəzarət edən İsrailin Mossad təşkilatıdır. Məncə də artıq nəsə deməyə ehtiyac var. İkincisi, xəbərlər yayılır ki, İranda ay 30 min öldü, 50 min öldü, ay 60 min öldü. Mən deyə bilmərəm, yoxlaya bilmirəm. Mənim əlimdə imkan yoxdur bu rəqəmləri yoxlamağa. Heç kəs yoxlaya bilməz və kim inadla deyirsə yalan deyir gözünün içinə kimi. Son rəqəmləri yayan Hrana təşkilatı idi. Hrana təşkilatı Rıza Şah Pəhləvinin qərargahında fəaliyyət göstərir və ABŞ-ın Virginia ştatında yerləşir. Bu da məlumdur. Bu da öz yerində. İndi gələk İranda baş verən hadisələr nə deməkdir? Nədir? İran hakimiyyəti Hannibal, adam yeyən hakimiyyətdir. İranda bu hakimiyyət getməlidir. Vilayət fəqih olmamalıdır. Çünki İran xalqların hüquqlarını əlindən alaraq istismar edən bir hakimiyyətdir. Sadəcə iqtisadi problemlər deyil, mənəvi problemlər də var burada. İranın şahı dövründə Azərbaycanlıların ümumiyyətlə hüququ yox idi. Türkəxər sözünü leksikona gətirən şah hakimiyyəti olub. Şahdan sonra gələn mollokratiya hakimiyyətində də heç bir dəyişiklik olmayıb. Bizim üçün optimal çıxış yolu İranın şimalında, Güney Azərbaycanda muxtariyyətin yaradılmasıdır. Əfsuslar olsun ki, Güney Azərbaycanlıların orada siyasi təşkilat, güclü, vahid siyasi təşkilatı yoxdur. Olan özünü Güney Azərbaycanın qəhrəmanı, mücahidi kimi qələmə verənlər ya İran kəşfiyyatının casuslarıdır, ya həvəskar
vətənini sevən siyasətçilərdir. Amma peşəkar siyasətçilər yoxdur. Və bu da milli hərəkatı dağıdır. Milli hərəkatımızın içində xeyli casus var. Milli hərəkatımızın içində xeyli xəyanətkar və xain var. Bu xain, xəyanətkarlar Güney Azərbaycan müstəqil dövlət olsun deyirlər. Belə də avtomatik olaraq bizim haqlı tələblərimiz İran hakimiyyəti tərəfindən separatizm və bölünmə cəhdləri kimi qələmə verilir. Digər tərəfdən ABŞ bunu qəbul etmir. ABŞ siyasətçiləri belə mənim söhbətdə deyiblər ki, biz istəyirik ki, Pəhləvini hakimiyyətə gətirək, siz də deyirsiniz, müstəqil dövlət olmalıyıq. Biz bir qədər hiləgər, fəndgir, ağıllı davranmalıyıq. Biz muxtariyyət almalıyıq. İraqdakı Gürcüstan kimi, Suriyanın özündə, digər yerlərdə muxtariyyəti alaq, işimizi quraq, siyasi təşkilatlaraq, siyasi təmərküzləşmə prosesini aparaq, dilimizi, adətlərimizi, orfoqrafiyamızı, lüğətimizi, lingvistikamızı yetərli səviyyə çatdıraq, iqtisadi rıçaqlar əldə edək, halbuki edəcəyik, ondan sonra müstəqillik ideyasına baxarıq. Elçin müəllim, mən üçün o maraqlıdır ki, o istiqamətdən davam edək. Bax, siz necə düşünürsünüz? Deyirsiniz ki, bu rejim onsuz da gedəcək. Amma hal-hazırda yerinə qoymağa başqa bir rejim yoxdur, başqa bir əks yoxdur. Yaxşı, necə deyirsən, amma gedəcək. Bəs necə gedəcək? Mən indi deyim sizə. Bəli. İran Azərbaycanlıları, güneydəki soydaşlarımız arasında onlar homogen deyirlər, heterogendirlər. Onlar bölünüblər iki düşərgəyə. Bir tərəfdə mənəvi istiqmatların daşıyıcısı olan Ərdəbil düşərgəsidir. Digər tərəfdə maddi, texniki və hərbi amillərin sahibi olan Urmulardır. Urmular hakimiyyətdə təmsil olunublar bütünlüklə. Ərdəbillər də elə biz Şeyx Səfinin nəvələriyik, Şeyx Cüneydin nəvələriyik, Şah Abbasın nəvələriyik və mənəviyyat, etika, mədəniyyət, kültür Ərdəbil tərəfdə daha qabarıq şəkildədir. O kodun daşıyıcıları onlar özlərini sayırlar. Urmularsa Bəsicdə, Sepahda, hakimiyyətdə təmsil olunublar və onlar da bizim qardaş bacılarımız. Onlarsa deyirlər, bu hakimiyyəti dəyişək də, tamam, dəyişək. Kim gələcək? Kimi gətirəcəyik? Ona görə kimin gələcəyi mümkün olmadan, bəlli olmadan, tam aydın olmadan hakimiyyəti devirmək, hakimiyyət boşluğu yaradacaq, vakum yaradacaq. Bu vakum İraqda vardı. Səddamı devirdilər. Yerinə gələcək qüvvə olmadığı üçün İraq faktiki olaraq 12 il ərzində qan gölü oldu. Pezeşkiyan bəs necə? Hə, bu çox maraqlı sualdır. Bizimkilər Pezeşkiyanı az qala Babək kimi, az qala mücahid kimi, az qala qəhrəman kimi qəbul edirlər. Bəylər, xanımlar, mən icazə verin həkim rolunu oynayım. Həkim həmişə orqanizmi sağaltmaq üçün acı dərman verir və ya ağrıdan iynə vurur da. Həkimin iynəsini az adam sevir və ya diş həkiminin, stomatoloqun fəaliyyətini az adam bəyənir. Düşünəm ki, siz də bəyənmirsiniz stomatoloqu. Təbii. Hə. İndi mən həmən stomatoloqun rolunu yerinə yetirəcəm. Birincisi, Pezeşkiyan soyadı, Pezeşki fars dilində həkim deməkdir. Bunlar nəsillikcə həkim olduqlarına görə Pezeşkiyan, yəni həkim nəslidir. Və bu da özü də kardiocərrahdır. İranda ilk dəfə 1986-cı ildə geniş miqyaslı bütün etnoxəritənin qatıldığı aksiyalar başlayanda Sepah fikirləşdi ki, biz nə edə bilərik? Qaynayan qazanı ya aşırmalıyıq, ya içinə soyuq su tökməliyik. Soyuq su tökəndə yağ üzümüzə sıçrayacaq. Çox belə bəsit təhkiyəyə gəlsin. Onda onlar qərara gəldilər ki, SSR-nin təcrübəsindən istifadə etsinlər. Nədir SSR-nin təcrübəsi? SSR-nin keçmiş Dövlət Təhlükəsizlik Komitəsi görəndə ki, hakimiyyət parçalanır. Dedilər, hakimiyyət parçalanırsa bizim nəzarətimizdə parçalansın. İdarə olunan xaos nəzəriyyəsi deyilən bir anlam var. Ona görə Mikhail Sergeyeviç Qarbaçovu Andropov gətirdi hakimiyyəti. Mikhail Sergeyeviç Qarbaçov və Stavropol vilayət partiya komitəsinin birinci katibi, korrupsioner, arvadı Raisadan qorxan birisi idi. Amma onu gətirdilər. Niyə gətirdilər? Çünki Abramovdur, Çubaysdır, Pelşeydi, Yakovlev idi və bu dəstə idi. Bunları gətirəndə Qarbaçov birdən-birə oldu, sən demə, prezident. Onun prezidentliyini xalq inanmırdı, tanımırdı Qarbaçovu. Onun üçün də Krımda GKÇP adlanan bir senari qəbul olundu və Moskvada GKÇP senarisi oldu. Yazıb vardı orada, digərləri vardı. Amma GKÇP-ni də KGB özü yaratdı, sonra da özü də ləğv elədi. Və ehtiyat
fiqur qismində Yeltsini gətirdilər. Yeltsin də KGB-nin yetirməsidir. Qarbaçov da Andropovun yetirməsi idi. Andropov öləndən sonra hakimiyyət dəyişiklikləri bütünlüklə KGB-nin nəzarətində keçdi və Qarbaçov oldu prezident. Daha sonra gördülər ki, xalq yenə qaynayır, xalq narazıdır, Yeltsini gətirdilər. Yeltsin də bacarmayandan sonra, ondan sonra Kiryenko gəldi, Medvedev gəldi və digər gördülər, bunlar da bacarmır. Dedilər, vəssalam, oyun bitdi. Artıq özümüzünki olacaq hakimiyyət. Və beləliklə Putin, KGB-nin polkovnik leytenantı gəldi hakimiyyətə. Eyni senaryo İrandadır. Siz düşünürsünüz ki, Pezeşkiyan, Sepahın razılığı olmadan hakimiyyətə gələ bilərdi. Təbii ki. Siz düşünürsünüz ki, Xamneyinin icazəsi olmadan o prezident seçkilərinə qatıla Mümkün bilərdi. deyildi. Sepah 2 dəfə onun namizədliyini irəli sürdü. Məhəmməd Bağır Qalibov o vaxt bəyan etmişdi ki, tələsirik. Vilayəti də onu dəstəkləmişdi. Əhmədnicad onda dedi ki, siz məni aldatdınız. Yadınızdadsa Əhmədnicad o prezident seçkilərinə ikinci dəfə gedəndə ona imkan vermədilər. Bəli. Heç qeydə almadılar. Bəli, Pezeşkiyanı da onda qeydə almamışdılar. Konstitusiya Rəiyyət Şurası və Konstitusiya Nəzarət Şuraları bu namizədləri qeyri-uyğun saydılar. Və daha sonra Pezeşkiyanı gətirdilər ki, o müəhisə əmin məsələsi vardı, digər məsələlər var. İran partlayırdı, Pezeşkiyan gəldi. Və Pezeşkiyana səs verənlər əsas Güney Azərbaycanlılar, ərəblər, kürdlər. Çünki Pezeşkiyan özü Mehabadda doğulub. Mehabad əhalisinin yarısı da kürddür. Və o ailənin nəsli yaxşı tanıyırlar. Pezeşkiyan özü ləyaqətli, şərəfli bir insandır, amma ondan istifadə edilir. Pezeşkiyan İranın Qarbaçovudur, biləsiniz. Deyirsə, yəni İran dağılacaq da o zaman. İran mütləq dağılacaq. O zaman dağılacaq ki, Sepah hakimiyyətdən kənarlaşsın, amma hələ mən onun əlamətlərini görmürəm. Bəli. O zaman dağılacaq ki, İranın hakimiyyət elitaları parçalansın, mən onun əlamətini görmürəm. Və ən nəhayət, real alternativ olsun. Yoxdur belə bir alternativ. Putinin hakimiyyətdə qalmasının səbəbi onun güclü olması deyil, onun alternativinin olmamasıdır. Bəli. Çünki Putin bütün müxalifət düşərgəsini məhv eləyib. İndi bu dəqiqə qərbdə oturan və Putini tənqid edənlər düşünürsünüz müxalifətçidir? Yox. Bunlar Putinin oradakı kreaturalardır. Görüntü yaradırlar ki, biz müxalifətik. Həmən o Kasparovlardır, digərlərdir. Deyirsə, yəni hakimiyyətə Pezeşkiyan gələnə bilməz? Qətiyyən. Birincisi ona görə ki, xalq bunu qəbul etməyəcək. Çünki Xalq İranda səs verir bunu. nə olsun? İranda kütləvi etiraz aksiyalarının zor gücünə yatırılması əmrini verən İran Təhlükəsizlik Şurasıdır. O şuranın sədri Pezeşkiyandır. O əmri imzalayan Pezeşkiyandır. Xalq Pezeşkiyanı yenidən hakimiyyətdə saxlamayacaq. Milləti qırdıran deyirsiniz Pezeşkiyandır. İran xalqı elə düşünür. Əslində necədir bəs? Əslində milləti qırdıran Xamneyi hakimiyyətidir. Xamneyi hakimiyyəti dediyim kimi özünə bu dəqiqə yeni alternativ hazırlayır. Qərb bilərəkdən İran hakimiyyətinin narrativini təkrarlayır. Siz İran kəşfiyyatını o qədər də sadəlöv bilməyin. Gah deyirlər ki, Xamneyinin oğlu Məsud Xamneyi hakimiyyətə gələcək, gah deyirlər Müştəbə Xamneyi gələcək, ya Mustafa Xamneyi, heç biri hakimiyyətə gəlməyəcək. Bunu mən sizə deyirəm. Onun əvəzinə indiyə kimi hələ heç kəsin tanımadığı bir fiqur artıq seçilib və yaxın müddətdə biz o fiquru ortaya atılmış vəziyyətdə görəcəyik. Teokratik rejim olaraq. Teokratik rejim onu qəhrəman obrazı ilə atacaq. O aksiyaların birində yaralı halda açıqlama verəcək. Pezeşkiyanın hakimiyyətdən gedişini çağıracaq. Çünki bu senari Pezeşkiyanın özünlə razılaşdırılıb. O Xamneyiyə qarşı sərt açıqlamalar verəcək. Ola bilər həbsdə olunsun, ola bilər döyülsün. Və bu obraz İran daxilindən geçir. Əsas odur ki, rejimi qorusun. Əsas odur ki, rejimin maraqlarını qorusun. Rejimi qorumağa ehtiyac yoxdur. KGB bəyəm SSR-ni qorudu ki? Yox. KGB SSR-nin maraqlarını qorudu. Bax, indi Ukrayna ilə müharibə aparan Rusiya deyil. Biz deyirik ki, Rusiya sülh müqaviləsini imzalamalı, düzdür? Putin imzalamalıdır. Putin sadəcə de-yure imza atır. Ukrayna müharibə aparan 3 düşərgədir. Birincisi neft düşərgəsidir. Bu neft düşərgəsi son 30 ildə Rusiyanın neftini, qazını sümürərək trilyonlarla dollar gəlir əldə ediblər.
özləri heç nə inşa etmir. Sovet dövründən qalmış boru kəmərlərindən, Pamara Ujqorod və digərləri, Şimal axını 1, Şimal axını 2, Türk axını və digərlər, Novatek və digərlərdən istifadə edərək trilyonlarla dollar qazanıblar. ABŞ birinci zərbəni bu düşərgəyə vurdu, sanksiyalar tətbiq edərək Ukrayna müharibəsindən sonra. Məsələn, bu düşərgənin Ukraynadakı təmsilçisi Rinat Axmetov idi. Rinat Axmetov Donetsk, Lugansk bölgələrinin işğal olması nəticəsində 22 milyard dollarlıq sərvətini 20 milyard dollarını itirdi. Yanukoviçi də hakimiyyətə gətirən Rinat Axmetov idi. Amma Zelenskini hakimiyyətə gətirən Kolomoyski və ABŞ kəşfiyatıdır. Və Zelenski haqqında ABŞ kəşfiyyatında yetərincə böyük dosye var. Zelenski sülh müqaviləsini imzalamaq istəmədiyi üçün ilk olaraq Ukrayna Korrupsiya Qarşı Milli Agentliyi NABU məsələsi qaldırıldı. Bəli. Sonra Zelenskinin köməkçiləri bir-bir həbs olundu. Yermakdı, Podolyakdı və digərlərdi. Və həmən dosyedə Ukrayna varı Epstein faillərində Zelenski adı da var. Doğrudan mı Zelenski prezident olub sağ əlindən sol əlindən nə iş gördüyündən bir xəbər qalacaq. Elə deyil, elə olmur. İranda da eyni vəziyyətdir. İranda da Rusiyadakı kimi 3 düşərgə var. Dediyim kimi Rusiyada birinci düşərgə neft düşərgəsidir. İkinci düşərgə nadir torpaq elementlər düşərgəsidir. Onun rəhbəri, neft düşərgəsinin rəhbəri Vahid Ələkbərov idi. Ona görə də bu neft düşərgəsini sıradan çıxarmaq üçün Rosneft və Lukoil şirkətlər iflicədən sanksiyalar tətbiq edildi. İkinci düşərgə nadir torpaq elementləri, mədənlər, şaxtalardır. Bu düşərgənin rəhbəri Kiril Dmitriyevdir. Siz fikir verirsiniz, Kiril Dmitriyev Putinin xüsusi nümayəndə həmişə gülümsüyür, kefi kökdür. Niyə? Çünki milyardlarla dollar qazanmağa davam edir bu düşərgə. Çünki sülh müqaviləsində bütün variantlarda, bütün invariasiyalarda udan tərəf Kiril Dmitriyevin düşərgəsidir. Üçüncü düşərgə Uran düşərgəsidir. Uran düşərgəsində də Kiriyenko rəhbərlik edir. Və yeri gəlmişkən Rusiyanın MDB məkanında yumşaq güc müharibələrində Kiriyenko ilə Gromov rəhbərlik edirlər. Və Kiriyenko rəhbəri etdiyi düşərgənin halından məmnundur. Çünki Ukrayna müharibəsi başlayandan bu yana Rusiyadan Ukraynaya uran satışı bir gün dayanmayıb. Eynən İranda neft düşərgəsi var. Başında Xatəmi və tərəfdarları durur. O cümlədən orada Məhəmməd Bağır Qalibaf var, orada vilayəti var, orada Əhməd Nicat var. Əhməd Nicat kasıb paltarda gah nə bilim çoban olur, gah qoyun otarır. Necə sadə adamdır. Bu gülüş doğru. Əhməd Nicat Tehranın beri olub uzun illər. Özü talışdı milli mənsubiyyət baxımından. Mazandaran əsillidir, bir tərəfi də Gilandandır. Digər tərəfdən İranda talışlar da böyük, çox saylı milyonlarla talış yaşayır. Əhməd Nicat özünü onların lider kimi qəbul etdirmək istəyir və qeyri-rəsmi milyarderdir. Qeyri-rəsmi təsdiqlənməmiş məlumatlara görə Əhməd Nicatın 26 milyard dollara yaxın varidatı var. Hələ bu yetimin. Yetim yəni deyil. yetimə oxşadır da özünü. Yox, siz siz də yanılırsınız. İranda zənginlər heç vaxt zəngin paltar geyinmirlər. Onlarda adət deməzdim, onlarda bir ənənədir. Zənginlər heç vaxt geyimlərinə fikir vermirlər. Məsələn, Tehranın şimalında zənginlər yaşayır. Siz orada mən yaşlı kişiləri görsəniz, qabağınızdan gələni fəhlə sayacaqsa, məlum olacaq Ağay Səncərdir. Səncərin məsələn 50 milyard dollara yaxın pulu var. Və yaxud İranın püstə kralı Rəfsəncani və onun qardaşı kiçik Rəfsəncani Tehran metrosundan gəlir əldə edən, onların birgə sərvəti 44 milyard dollara yaxındır. Xamneyi ailəsinin sərvəti 60 milyard dollara yaxındır. Qalibaf ailəsinin sərvəti 20 milyard dollara yaxındır. Və belə-belə bunlar böyük pullardır. İranda dediyim kimi neft düşərgəsini sadaladım sizə. İkinci düşərgə nadir torpaq elementləri, şaxtalar, daş kömür, yəni mədən düşərgəsidir. Bu mədən düşərgəsinə baxan Admiral Şamxanidir. Admiral Şamxani bu düşərgənin rəhbəridir. Üçüncü düşərgə Uran düşərgəsidir. Bu düşərgənin rəhbəri vilayətidir. Bəli. Və bu düşərgədə sabiq Xarici İşlər Naziri var, Əhməd Əraqçı var və digərləri var və digərləri. Deməli, Elçin müəllim, yekun olaraq sizin bir fikrinizi alaq bir neçə cümlə ilə ki, İranda teokratik rejim dəyişilib. Biz yeni demokratik bir İran görə biləcəyik? Yox. Yox. Teokratiyadan sonra demokratiya olmur. Onu sizə kim deyib ki? Necə olacaq bəs? Teokratiyadan sonra Qərbin marioneti olan bir hakimiyyət gələcək.
parlament seçkiləri keçiriləcək. İlk parlament seçkilərində psevdo-demokratlar qalib gələcək. Boş-boş danışıqlar olacaq. Çoxsaylı müzakirələr olacaq. İranın neft yataqları hamısı istisnasız olaraq qərb neft şirkətlərinə veriləcək konsesiya olaraq. Ondan sonra ikinci parlament seçkilərində parlamentin yarısı dindarlar olacaq. Üçüncü parlament seçkilərində yenidən dindarlar parlamentin rəhbərlik edəcəklər. Çünki siz əgər düşünürsünüzsə ki, dindarları asanlıqla İran hakimiyyətindən kənarlaşdıra bilərsiniz, onda İran tarixini bilmirsiniz. İran tarixində hələ Şah Abbasın vaxtında dünyəvi hakimiyyətlə dini hakimiyyət bölünüb. Təhmasibin vaxtında belə olub, Nadir Şahın vaxtında belə olub, Nadir Şah Əfşarın vaxtında. Ta sona qədər belə, Şahın vaxtında belə olub. İran müxalifəti bütünlüklə dindarların nəzarətində olub. Dindarlardan ibarət olub. Din xadimləri nəzarət ediblər İran müxalifətin siyasi prosesləri. Bu səbəbdən də İranda o vaxt real müxalifət İran Xalq Mücahidləri Təşkilatı idi ki, onu da Xamneyi aldatdı. Mücahidin Xalq Məsud Rəcavinin təşkilatı idi. Bu qədər. Belə, çox sağ olun Elçin müəllim. Təşəkkür edirəm çox Təşəkkür maraqlı edirəm. fikirlərinizi bizimlə paylaşdığınız üçün. Əziz dostlar, dəyərli izləyicilər, daha bir buraxılışımızın sonuna gəldik. Yayımı bəyənib paylaşın. Eyni zamanda siz də öz mövqeyinizi aşağıda rəy bölümündə yazmağı unutmayın. Sağlıqla qalın.